Azərbaycan çempionu Sabah tarixində ilk dəfə qatıldığı Çempionlar Liqasında tarix yazdı. Bəli, İsrail klubu Hapo ilə 5-2 hesabı ilə qalib gələn klubumuz Çempionlar Liqasında liqa mərhələsində oynayacaq. Qeyd edim ki, səfərdə keçirilən oyunda 2-1 hesabı ilə uduzmağına baxmayaraq komandamız doğma meydanında geri dönüş etdi və 5-2 hesabı ilə qalib gəldi. Ümumilikdə isə 6-4 hesabı ilə rəqibi üstələdi və növbəti mərhələyə keçdi. Biz hal-hazırda həyəcandan danışa bilirəm. Çox fəxr, sevinç hisslər keçirəm. İnşallah Qarabağımızda 27-si Tventin keçər, bir sevincdə elə yaşayarıq. Çox sağ olun. Bütün Azərbaycan xalqını təbrik edirəm. Bugünkü Çempionlar Liqasının əsas mərhələsinə yüksəldik. Şükürlər olsun ki, istər uzatmalarda, istərsə də ki 90-cı dəqiqədən sonra artırmada 3-cü qolun vurulmağı dönüş nöqtəsi oldu və Sabah möhtəşəm qələbə qazandı. Düşünürəm ki, inşallah liqa mərhələsində də daha uğurlu çıxış eləyəcək və ölkəmizi layiqincə təmsil eləyəcək. Bütün Azərbaycan xalqını təbrik edirəm. Çempionlar Liqasında biz adətən Barselonadan, Real Madriddən belə möhtəşəm geri dönüş gözləyirdi. Həqiqətən də Azərbaycanı bu Qafqazda belə bir geri dönüş olmamışdı Çempionlar Liqasında. 2-1-dən 5-2-yə gətirmişiksə həqiqətən də möhtəşəmdir. Möhtəşəm anlar yaşadıq və belə qələbələrin sayı davamlı olacaq inşallah. Sabah uğurlar, çox möhtəşəm və gözəl oyun göstərdilər. Sabah uğurlar! Çok mutlu olduk. Gerçekten emeği geçen bütün futbolculara, bütün takım yöneticilerine şu az bütçeyle böyle bir takımda, böyle bir Şampiyonlar Ligi'ne geçiyoruz. Çok mutluyuz. Bravo diyorum, alkışlıyorum. Bravo. Helal olsun. Bravo.